Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif üçün yenilənmiş qiymətləndirmə tapşırıqlarından növbəti variantımızın izahıdır. B variantında qalmışdıq. Birinci tapşırığa baxaq. Yükü mənfi 1 elektron olan iyonun nüvəsinin ətrafında 9 elektron, nüvəsində isə 10 neytron vardır. Atomdakı protonların sayı nəyə bərabərdir? Deməli, baxırıq ki, yükü mənfi 1-dirsə və iyonun nüvəsinin ətrafında 9 elektron vardır. Nüvədə isə 10 neytron vardır. Burada protonların sayını tapmaq lazımdır. Yükü mənfi 1-dirsə, deməli, həmin atom özünə 1 elektron əlavə almışdır və onun 9 elektronu olmuştur. Deməli, onda onun əvvəlki elektronların sayı 8 olmuştur. Onda atomdakı protonların sayı da 8-ə bərabərdir. Atom 1 elektron itirmiştir. Alınmış iyonun yükünün işarəsi və qiyməti hansı halda düzgün göstərilmiştir? Elektron itirən atom müsbət iyona çevrilir. Deməli, müsbət iyon olur və iyonun yükünün işarəsi də müsbət 1 elektrona bərabər olur. Cavabımız olar A variantı. Venn diaqramına baxaq. Thomson modeli, Bohr modeli. Elektronlar nüvədən ixtiyari uzaqlıqda deyil, yalnız müəyyən orbitdə dövr edir. Bu, Bohr modelinə uyğundur. Müsbət yüklü maddə daxilində mənfi yüklü elektronlar səpilmiş vəziyyətdə olur. Thomson modelidir. Thomsonun biz dərslikdə öyrənmişdik. Çişmişli kek formasında vermiştir bu modeli 2. Atomun elektrik yükü 0-a bərabərdir. Hər ikisinə uyğundur. Atomun kütləsinin böyük hissəsi nüvədə toplanır. Bu da hər ikisinə doğrudur. Cavabımız olar 1, 2, 1, 3, 4. 2, 1, 3, 4. Cavabımız olar B variantı. Atomun təsvir edilmiş quruluşunda proton hansı rəqəmlə göstərilmişdir? Bilirik ki, protonlar müsbət yüklüdür. Baxırıq, burada 3 protondur, 4 neytrondur. Ümumi bu qırmızı kürənin içərisi birlikdə nüvədir. 2 də elektrondur. Ümumi də burada atomun modelidir. 5-ci tapşırığa baxaq. Tritium nüvəsinin kütləsi elektronun kütləsindən təqribən neçə dəfə böyükdür? Deməli, bilirik ki, tritiumun da nüvəsində 1 protonu və 2 neytronu vardır. Proton və neytronların kütlələri elektronun kütləsindən, hər birinin kütləsi elektronun kütləsindən 1840 dəfə böyükdür. 6-cı tapşırığımıza baxaq. Qızıl və hidrogen atomlarının diametrləri uyğun olaraq təqribən 0,280 nanometr və 0,112 nanometrdir. Qızıl atomunun həcminin hidrogen atomunun həcmindən neçə dəfə böyük olduğunu hesablayın. Deməli, kürə şəkilli qəbul edir. Kürənin də həcmini 3/4 Pierre kubu ilə vermişdir. Biz burada radiusun yerinə diametrlə verildiyi üçün bilirik ki, R bərabərdir D/2'dir. Onda bizim düsturumuz olar. V bərabərdir 3/4 pi vurulsun D/2'nin kubu. Bərabərdir 3/4 pi D kubu bölünsün. Burada da olar. Məxrəcimizdə 2'nin kubu da 8. Bərabərdir 4 ilə 8'imiz ixtisar edər. Qaldı pi D kubu böl 6. İndi biz bunu qızıl və hidrogen atomu üçün yazmalıyıq. Deməli, V qızıl yazarıq bura. Qızılın diametrini yazarıq. Pi vurulsun. Qızılın diametri 0,288 nanometrdir. Kubu bölünsün 6. Həmən düsturu hidrogen üçün də yazarıq. V hidrogen bərabərdir. Pi vurulsun. Hidrogenin diametri 0,12 nanometrin kubu bölünsün 6'dır. Deməli, qızıl atomun həcmi, hidrogen atomun həcminin neçə dəfə böyük olduğunu tapmaqdan ötürü biz bu kəsrə bölməliyik. Pi'lərimiz ixtisar edər, 6'lar ixtisar edər. Deməli, bizdə qalar 0,288 bölünsün 0,12'nin kubu bərabərdir. Deməli, biz 0,288 0,12'ye böləndə eləyər burada
2,4. Onun da kubu lazımdır bizə. Bərabərdir. Deməli 2,4'ü 3 dəfə öz-özünə vuranda bu eləyər 24'ün kvadratı eləyir 576. Onu da biz 24'e vursaq eləyər 18.824. 3 dəfə öz-özünə vurduğumuz üçün vergülü də 3 dənə qabağa gətirərik. 18,824 dəfə böyükdür. 7-ci tapşırığa baxaq. Hansı ifadələr doğrudur? Rezerforda görə baxırıq, müsbət yüklü maddə daxilində mənfi yüklü elektronlar səpilmiş vəziyyətdə olur. Bu Thomson modelinə uyğundur. Elementlər kiçik və bölünməz zərrəciklərdən, atomlardan təşkil olunmuşdur. Bu Dalton nəzəriyyəsinə uyğundur. Atomun daxilində boşluq var və kütləsinin böyük hissəsi nüvədə toplanır. Rezerford modelinə uyğundur. Atom mərkəzindəki kiçik ölçülü və müsbət yüklü nüvədən onun ətrafında dövr edən mənfi yüklü elektronlardan ibarətdir. Bu da Rezerford modelinə uyğundur. 3 və 4. 8-ci tapşırığımıza baxırıq. Müsbət yüklüdür. Nüvəsində 6 proton, 6 elektron var. Protonların sayı elektronların sayına bərabər neytral atomdur. 3'ə A yazarıq. 6 proton, 4 elektron var. Protonların sayı çoxdur, müsbət yüklüdür. B yazarıq müsbət yüklüyə. 6 proton, 6 elektron var. Neytraldır. C'ni də buraya yazarıq. 6 proton, 8 elektron var. Mənfi yüklüdür. Burada D yazarıq. 6 proton, 6 elektron var. Bu da neytraldır. Burada yazarıq Y. B, D, 3'ə də A, C, Y. Mürəkkəb əlaqəli sistemdə hansı zərrəcik neytrondur? Neytron yükü olmayan zərrəcikdir. 2. 4. Nüvəni göstərir ümumi. 3. Protonu göstərir. 1 də elektronu göstərir. Nə üçün atomun ümumi elektrik yükü 0'a bərabərdir? Çünki nüvəsində olan müsbətlərin sayı, müsbət protonların sayı ətrafında olan elektronların sayına bərabərdir və hər müsbət, hər mənfi ilə neytrallaşır və ümumi olaraq atomun elektrik yükü 0'a bərabər olur. Bugünkü tapşırığımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.